Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi şirin qoqal hazırlayacağam. Bunu necə hazırlayıram? Buyurun, izləyin. İlk öncə nə edirəm? 2 stəkan ilıq süd götürmüşəm. Üzərinə 2 yemək qaşığı şəkər tozu, 1 yemək qaşığı quru maya, 2 ədəd yumurta, 100 qram əridilmiş yağ əlavə edib xəmirimizi yoğururam. Un əlavə edərkən biraz da tuz əlavə etdim üzərinə və xəmirimizi yoğururam. Artıq xəmirimiz hazırdır. Videomuzu tezləşdirmişəm, sizə rahat olsun deyə baxmaq. Yumuşaq bir xəmir alındı. Bunun üzərinə dəsmal sərib kənara qoyuram mayalanması üçün. Artıq xəmirimiz hazır oldu, mayalandı. Bunu 10 ədəd kündəyə ayırıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. On ədəd kündəyə ayırdım xəmirimizi və qaba yığıb üzərinə streç klokunu sərirəm, kənara qoyuram. Bir-bir yaymağa başlayıram. Yumuşaq, çox kövrək bir xəmir alınıb. Qırılmadan, yapışmadan çox gözəl, nazik bir xəmir yaydım. Burada xəmirimin nazikliyini sizə göstərmək istəyirəm. Əlim necə var görünür. Bütün kündələrimizi eyni qayda ilə yayıram. Hamısını yaydım, qutardım və bir-bir hamısını yağlayaraq üst-üstə yığıram. Bilirsiniz, belə şirniyyatlar vaxt aparan işdir. 2 adam olanda daha rahat olur. Tez də qutarırsan, amma belə mən tək olduğum üçün biraz vaxt apardı. Bütün yaydığım yuxaların hamısını bir-bir yağladım və bu sonuncudur. Axırıncı kündəni də atdım, axırıncı yuxamızı da sərdim. Bunu yağlamıram. Xəmirimiz yumruydu, qıraqlarını, kənarlarını kəsib kvadrat formasında etdim ki, kəsməyə daha rahat olsun. Və 2 barmaq qalınlığında hamısını kəsirəm. Və rulet formasında yumurlayıram. Və içərisini bu formada edib, içərisinə ləpə əlavə edəcəm.
Qeyd edim ki, mən içliyi ləpədən hazırladım. İçliyimizi ləpə eləyəcəm. Siz istəsəz içlik hazırlaya bilərsiniz. Məndə hazır ləpə olduğu üçün mən bugün şirin qoğalımızı ləpə ilə edəcəm. Ləpəni də hər kəs yəqin ki bilir. Qozdur, şəkər tozudur, bir də vanildir. Ədviyyatlar zövqə bağlıdır. Siz istəsəz hil də əlavə edə bilərsiniz. Mən vanili sevdiyim üçün bütün şirniyyatlarda vanil istifadə edirəm. Bəli, bir-bir bütün gündələrin hamısını içərisinə açıb ləpə əlavə edirəm. Və əlimlə bu formada basıram. Bunu yaymağa ehtiyac yoxdur. Əllə edirik bunu. Hamısını etdim, qoğallarımız hazır oldu. Bunları soba tavasına düzdüm və üzərinə dəsmalı sərirəm. Bir 15 dəqiqədə belə saxlayıram bunları. Və bir ədəd yumurtanı qarışdırıb üzərlərinə vururam. Və son olaraq üzərinə ağ çörək otu əlavə edirəm. 180 dərəcədə bişməyə qoyuram bunları. Gördüyünüz kimi artıq bişdi. Xırçıltılı şirin qoğalımız hazır oldu. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər, sağ olun.